Salam aleyküm. Size bildirmek istedim ki, bura Vəngdir, Vəng restorandır, Vəng restoranı. Biz şəhid anaları, şəhid ataları gəlmişik bura. Vəngi, balalarımızın şəhid olduğu yeri ziyarət etməyə, gəzməyə. Biz də gəldik, bir biskə çay çək. Gəldik qardaş, burada işçi sənlərin, araq sənlərin. Biz burada bu hırrıxananın əlindən bir yer tap çay çəmmədik. Nə müdiriyyəti bizə yaxın durmadı, nə bir şey. Torpağı alan oğlanlar, torpağı canı verən oğlanlar qalıb bir kənarda. Burada elə bir insanlar oturub ki, elə bura erməniyə qalsa onunla yaxşı idi. Onu demək istəyirəm. Bax, bura erməniyə qalsa onunla yaxşı idi. Elə mən də həmişə onu deyəndə qınırsınız məni. Resimlərdə işlədir. Bax, bura erməniyə qalsa mən Maya Quliyevada onu deyirəm. Belə qarşılamazdı. Elə bax, o torpaqlar ermənidə qalıydı, heç balalarımız da yanımızda olaydı. Vəssalam. Bax, mən də Maya Quliyevada. Elə onu da mən cənab prezidentə, bax bunu kimə veribsə, mən bilmirəm. Hamısı da bilir ki, bunlar şəhid ailəsidir. Bax, bu restoranı. Hamı da bilir ki, Biz çay içəmirik burada. Şəhid ailəsi biz çay içəməyən sonra, bax bizim uşaqlarımız torpağı niyə görə qanun verib Elə ermənidə qalıydı. Mənə bax onu izah eləsin. Bizim nazirimiz, bizim prezidentimizə müraciət edirlər. Bax bu restoranı gəlsə tədbir görsün ki, bu şəhid ailəsi biz çay vermir. Amma gedin baxın, araqdan hamı vurur orada. Biz bilmirlər ki, biz şəhid ailəsi kimdir. Bu nə deməkdir? Bu nə təşkildir?